Salam, vaxtınız xeyirli olsun, değerli tamaşaçılar. Biz illərdir ki, kiber cinayətkarlıq haqqında ictimaiyyətə məlumat veririk. Təbii ki, yəni insanları aldadırlar, bank hesabına girirlər, bankdan pulları oğurlayırlar. Və qeyd etmək istəyirəm ki, bəzi qadınlar vasitəsilə də məhz bu kiber cinayətkarlığa bu kasıbları cəlb edirlər, onların pulunu əlindən alırlar. Qeyd etmək istəyirəm ki, elə son bu bir ay ərzində ondan çox belə piramida sahiblər gəlib kasıbların pulunu oğurlayıblar, çıxıb gediblər. Təbii ki, yəni baltanın sapı bizdən olan bu bəzi xanımlar vasitəsilə həyata keçirilir. Xaricdən linklər alınır. Yəni özləri bir-iki nəfər burada küllü miqdardan pul qazanır. Kasıblar da aldanır. Yəni ən çox kasıbları bura cəlb edirlər. Kasıblar da aldanır, pulunu qoyur da. Sonra da o sayt bağlanır, çıxıb gedir və insanlar belə qalır göz yaşlı. Təbii ki, yenə də qeyd edirəm. Yəni bəzi xanımlar vasitəsilə, yəni bizim Azərbaycan xanımlar vasitəsilə bu həyata keçirilir. Yəni biz eksperiment aparmışıq. Yəni bu qadınlara qarşı amansız tədbir görülməlidir. Mən buradan bu bəzi qadınlara demək istəyirəm ki, yəni siz özünüz pul qazanırsınız. Yəni Azərbaycan Respublikasının dövlətindən küllü miqdardan dolları xaricə çıxardırsınız və onun müqabilində siz qazanırsınız. Amma burada kasıblar itirir. Yəni bu qanunsuz, qeyri-legal bir işdir. Yəni bu kiber cinayətkarlığıdır, kiber dələduzü gedir bu. Yəni etməyin belə şey. Yəni o insanlara da demək istəyirəm, bu kasıb insanları. Sizlər ki, bu bəzi qadınlar dəvət eləyir, aldadırlar, sizi pulları orada silib süpürürlər. Sonra da çıxırlar aradan, deyir ki, bizlik deyil, sayt xaricdəndir, bəs bağlanıb çıxıb gedirsiniz, heç də elə bilmirsiniz. Amma bəli, siz Azərbaycan Respublikasının əgər kimdən bu cür bəzi bu qadınlardan siz ziyan görmüsünüzsə, sizin pulunuz əlinizdən alınıbsa, bağlanıbsa o saytda, siz həmin bu bəzi xanımlardan, bu qadınlardan şikayət edə bilərsiniz. Azərbaycan Respublikasının kiber cinayətkarlıq mübarizə idarəsinə, eyni zamanda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi 102 qaynar xəttinə müraciət edib şikayətli edə bilərsiniz. Yəni kiber cinayətkarlığa qarşı amansız mübarizə aparılır. Yeni Baxış İctimai Nəzarət Təşkilatı olaraq biz də, yəni insanların diqqətinə çatdırırıq ki, belə insanlara aldanmayın. Yəni bu kiber dələduzüdür, kiber cinayətkarlığıdır. Yəni ölkədən görün, ölkənin dollar valyutasına küllü miqdarda bu bəzi xanımlar ziyan vurur. Öz şəxsi, yəni mənafeyini hər şeydən üstün tuturlar. Yəni sizlərə xəbərdarlıq edildi ki, biz də ictimailəşdirdik ki, biləsiniz, bunlar qeyri-legal işlərdir, qanunsuz işlərdir. Yəni hər biriniz yəni məsuliyyətə cəlb oluna bilərsiniz əgər. Yəni indi bu dəqiqə, yəni bu işin üstü açılsa, yəni dövlətimizin güc strukturları bilsə, sizi məsuliyyətə cəlb edir. Uzaq olun belə cinayətkarlardan. Belə cinayətkar bəzi bu qadınlardan siz uzaq olun. Bilirəm, burada yəni kasıbları cəlb edirlər. Yəni varlığının burada nə işi var ki? Kasıbı aldadırlar, amma özləri burada qazanırlar küllü miqdarda, burada uduzan da xanımlar olur.